Axşamınız xeyir olsun. Səsim eşidilir. Bəli, mənim eşidilir. Okay, fine. Bir neçə dəqiqə gözləyək. Hər kəs qoşulsun. Zəhmət olmasa hər kəs kameraları açsın. Onsuz da bu Salam, mənim axşamınız xeyir. axşamınız xeyir. İştirakçı sayı çoxdur. Onsuz da əsas ekrana fokuslanacağıq. Yəni yaxşı göründüm, pis göründüm, narahat olmayın. Hər kəs kameraları açsın. Bəli, açıldı müəllimə. Okay, baxın burada eyni anda hər kəsi görə bilmirəm. Bir dəqiqə. Aha, açıqdır. Bəli, Hər kəs qoşulsun testlərdən başlayaq, izah edə-edə. Testlər üzərində baxacağıq biz bu gün. Nəsə bir sualınız olanda, orada işarələr var. Onlardan istifadə edərək əl qaldırmaq və yaxud hər hansı bir işarələri istifadə edə bilərsiniz. Sizə qaranlıq qalan nəsə olsa test üzərində. Testlər simvolik olaraq verilib burada. Həmin testə baxanda elə o mövzu haqqındakı bəzi digər məqamları da yadımıza salacağıq. İstəyirsinizsə işarələri birinci yoxlayın, görün işarələr yoxlanılır. Hı hı. Okey, amma ekranda yazmayın. Ekranda ancaq mən yazacağam. yaxşı müəllimə. Və dərs ərzində də səs tam aydın şəkildə sizə gəlsin deyə səsləri bağlı saxlayarsınız. Hər hansı bir sözünüz olduqda ya da mən sizdən nəsə soruşduqda həmin anda səsləri açarsınız. Çünki hamı birdən açsa səslər bir-birinə qarışacaq. Burada bağlı kameralar görürəm. Hər kəs kameranı açsın. Zəhmət olmasa. Və ekranda tam olaraq yazıları dəqiq görə bilirsiniz. Onu da mənə bildirin. Bəli, müəllimə. Hı hı. Görünür Kamera ki. nasıl olar? Kameranı niyə açmaq istəmirsiniz? Yəni mütləq ki, açın. Açın. Elə bir problem yoxdursa, yəni rahat Evet. şəkildə evdəsinizsə açın. Ki bütün diqqətiniz burada olsun. Hə, Onsuz ekrana baxdıqda insan istər-istəməz ekrana yaxınlaşır və biraz narahat hissediyor. Özünü ona görə dedim. yox, narahat olmayın. Hamı ekrana baxır. Heç kim bir-birinə baxmır burada. Narahat olmayın. Aha, yazıları ekranda tam olaraq hər kəs görür. Ağ lövhəni. Bəli, müəllimə, görürük. Yes, burada bu hazırlanmış suallar üzərindən baxacağıq testlərə. Yenə də dediyim kimi, hansısa bir sual haqqında nəsə bir sualınız, başa düşmədiyiniz hissə olsa, mütləq soruşun növbəti suala keçməzdən əvvəl. Birinci mövzumuz olacaq hər zaman keçən yəqin ki qəbulun imtahanının suallarına da baxmısınız. Oradakı söz önlülərlə bağlı. Söz önlülərdə çox çətin məqamlar düşmür. Adətən ən çox nələr istifadə olunursa, ən çox testlərdə hansılar düşürsə onlar istifadə olunur. Məsəl üçün baxırıq birinci testə. Birinci testdə bizdən istəyir hansı söz önlərini istifadə etməliyik? Burada birincisi bilməliyik ki, bu listen sözü məşhurdur. Bütün testlərdə qabağımıza çıxır. Listen həmişə istifadə olunur. Məsəl üçün, Ələkbər bəy səsim gəlir. Bəzən Bəli, sizə, gəlir. sizə də suallar verəcəm ki, tam bura fokuslanın. Listen adətən Bəli. hansı söz önlüyü ilə istifadə olunur? Buyurun. Sözündə Tu. To ilə istifadə olunur. olar və Yəni birincini dəqiq bilməsək də bilirik ki, listen mütləq to ilə istifadə olunur. Yəni ikinci tərəfdə bizə to lazımdır. Burada da ona uyğun 3 dənə variant var. Uyğun olmayanları imtahanda rahat olar ki, elə üstündən xətt çəkin ki, bu deyil. Məsəl üçün C variantı deyil, to yoxdur. Y bəndi deyil, to yoxdur. Birinci tərəfə baxırıq. Interested sözü özü bir ifadədir. Nə iləsə maraqlanmaq və interesteddən sonra həmişə biz nə istifadə edirik? İn. Yes, həmişə in istifadə etməliyik. Ona görə bizə lazımdır ki, in, sonra da to. Yəni birinci testimizin cavabı olacaq A bəndi. İndi ikinciyə baxsaq, məsəl üçün, Nigar xanım, səsim gəlir. Bəli, gəlir. Aha, ikinci testi necə taparıq? İkinci. London. Baxın burada, the train left London. Late inlə gedirsən. Late in the evening. Aha, deməli birinci baxırıq ki, burada nöqtələrdən sonra nə var? Saat var. Saatla nə işlənirdi? Saat.
Aha, saatların qarşısında biz ət istifadə edirdik. Əjdər bəy, nəsə demək istəyirsinizsə deyin. Salam. Salam. Birinci sualı bir də deyərdiniz də. Aha, tamam, olar. Birinci Gözəmlər. bir də baxaq söz ünlülərlə başladıq. Birinci, keçən imtahanda da düşmüşdü sözünü. Birincidə deməli, listen sözü, qulaq asmaq, dinləmək. Biz deyirik ki, nəyəsə qulaq asıram. Musiqiyə qulaq asıram, radioya qulaq asıram. Ona görə listendan sonra həmişə to istifadə etməliyik. İkinci mütləq to olmalıdır. Ona görə bu ikincisi to olmayanları çıxırıq o dəqiqə ki, gözümüzə görünməsin. S-ni çıxırıq, Y-ni çıxırıq. Interested isə maraqlanmaq. Bu özü bir ifadədir. To be interested, nə iləsə maraqlanmaq və interested sözü həmişə özündən sonra in tələb edir. Məsəl üçün deyirik musiqi ilə maraqlanıram. I am interested in music, in classic music. Ona görə də birincidə in və to-nu götürəcəyik. Bəli. Bunun kimi bəzi digər ifadələr də var. Məsəl üçün good ifadəsi var, good at. Nə idisə yaxşı olmaq, to be good at something. Onu görən kimi götürürük at sözününü. Həmçinin buna uyğun olaraq indi ikincidə fərqli sözlər verilib. Fərqli sözlər, amma bu zamanlar çox düşür, zamanla bağlı olan söz önləri. Əgər saat varsa, yadda saxlayırıq, həmişə qarşısında at istifadə etməliyik. Saat 5-də, 6-da, onun yarısı fərqi yoxdur. Saat varsa birinci tərəf olacaq at. İkinci tərəfdə günün hissələri olanda səhər, günorta, axşam, morning, evening, afternoon bunların üçü ilə də in istifadə etməliyik. Amma fərqli olanlar var idi. Məsəl üçün gecə, birdə gecə yarı olanda at istifadə edirdik sadəcə. Amma digərlərində in istifadə etməliyik. Ona görə də birinci tərəfə deyəcəyik at, ikinci tərəf in. Bu testlə bağlı hər hansı bir sual varsa soruşun. Bundan əlavə bir neçə dənə də burada qeyd eləyəcəm söz önlərindən. Məsəl üçün bu ağ lövhəni görürsüz. Dedik ki, interested özündən sonra in tələb edir. Ən çox düşənlərdən bunlardır. Məsəl üçün incəsənətlə maraqlanmaq, interested in art. Və yaxud deyirik ki, nəydəsə yaxşı olmaq. Yaxşı olmaq sözü to be good ifadəsidir. Bəzən bu to be-nin yerinə əmizar ola bilər. To be good at something. Məsələn, incəsənətdə yaxşı olmaq. To be good at art. Mütləq bunun da özündən sonra at istifadə olunmalıdır. Sonra buna bənzər bəzi ifadələr var ki, testlərdə çox tez-tez qarşımıza çıxır. Məsəl üçün, qürur duymaq, fəxr etmək sözü var, proud. Nə iləsə, kimləsə qürur duymaq deyəndə həmişə özündən sonra of, yes, proud of istifadə edirik. Proud of someone, for example, kimləsə qürur duymaq. Bir də qorxmaq sözü var idi. Məsəl üçün, Səbinə xanım, qorxmaq nə idi? Scared. Mən belə bilirdim. Aha, scared var, afraid var, düzdür? Və nəydənsə qorxuram deyəndə afraid-dən sonra da həmişə nə işlədirik? Of. Afraid of, məsəl üçün dogs, itlərdən qorxuram. Sonra söz önləri ilə bağlı zamanlarını yadımıza salsaq, saatlarda həmişə at istifadə edirik, at 5, at 10. Günün hissələri ola bilər, səhər, günorta, axşam. Bunları yadda saxlayırıq həmişə in the morning, in the afternoon, yəni in istifadə edirik. Bir də axşam olarsa, ekranı görməyəndə deyin. Amma gecə bir də gecə yarında bunu qarışdırmayın. Gecə yarısı olanda mütləq at istifadə etməliyik. At night, at midnight. Mən bir söz soruşa bilərəm. Siz Buyurun. orada lövhəyə nəsə yazırsınız? Yəni ümumiyyətlə yazdığınız nəsə var? Ekran görünmür sizdə? Yox, yalnız orada yəni suallar olan yer görürəm mən, vəssalam. Okay, bəs indi necə? Hə, indi görünür, hə. Ha, indi Görünür. görünməyəndə deyin. Deməli, dedik ki, interested, maraqlanmaqla in istifadə etdik. Nəydəsə yaxşı olmaq deyəndə ətlə deyirik, yadda saxlayın. Kimləsə qürur duymaq ya da nəydənsə qorxmaq, bunlarda of istifadə edirik. Saatlar deyəndə həmişə ət, günün hissələri olanda in istifadə etməliyik. Gecə yarısı, bu nightlarda ət istifadə etməliyik. Sonra bundan başqa bəzən çaşdırıcı kimi düşə bilər. Məsəl üçün deyirik ki, keçən həftə, last week, ya da hər həftə, every week, ya da növbəti həftə, next week. Baxın, bu hər
keçən, növbəti. Bunlarda heç nə istifadə etmirik qarşısında. Boşluq varsa boşluğu götürürük. Yəni birdən at last week olsa səhvdir. Bu last week, every week, təkcə week aid deyil. Gün ola bilər, həftə ola bilər, ay, il və s. Last, every, next zaman mənasında istifadə edəndə bunların qarşısında heç nə istifadə etmirik. Elə olduğu kimi qalır. Sonra günlərlə bağlı ən çox. Məsəl üçün, harda day sözünü görsəz, orada əvvəlində 10 götürəcəksiniz. Məsəl üçün, 10, deyək ki, bazar günü. 10 Sunday. Ümumiyyətlə, diqqət etmisinizsə, həftənin bütün günləri day sözü ilə bitir. Monday, Tuesday, Wednesday. Hamısı day ilə bitir, hamısının qabağında 10 istifadə edirik. Sonra, əgər ad günü sözünü deyiriksə, ad günü nə idi? Birthday. Bunun da qarşısında 10 istifadə etməliyik. Çünki baxın, burada da day sözü var. Sonra, bayram sözünü necə deyirik? Holiday. Bunun da qarşısında 10 istifadə etməliyik bütün günlərdə. Sonra, ayın əgər gününü deyiriksə, məsəl üçün, deyirik ki, 4 iyun. Ağlıma ilk öz ad günüm gəldi. 4 iyun. Əgər ayın yanında günü varsa, mütləq bunun da qarşısında 10 istifadə etməliyik. Amma əgər ay təkdirsə, məsələn, iyunda, qarşısında in istifadə etməliyik. In, June. Bu yaddan çıxmasın. Ay təkdirsə in, yanında günü varsa 10. İllərlə də həmçinin istifadə edirik. In. İllərlə həmişə in. Bu hissə yaddan çıxmasın. Burayla bağlı nəsə bir çətin gələn, qaranlıq qalan hissə varsa soruşa bilərsiniz. Ondan sonra 10 June for yazanda sonra il gəlsə belə 10 yazırıq. İlə görə in qoymuruq. Necə? Mən biləni 10 June 4 yazdınız da orada for. Aha. Ondan sonra il gəlsə belə yanına 1998 yazsa, yəni 1998-in iyunun 4-də olan bir hadisəyə 10 yazılacaq, in yazılmayacaq. Yes. Birinci gələn hansıdırsa onu nəzərə alırıq, düzdür. Ha bir də Adətən, orada aha. at the weekend demək olar da. At nəştəni weekend. Yes. Həftə sonu, sonra həftənin günləri ola bilər, weekdays. Bunlarla, həftənin günü ilə daha çox həftə içi olanda onu istifadə edirik. Əgər həftə sonudursa, onunla da istifadə edəcəyik at. At weekend. True. Ən çox saatlardır. Bu günün hissələri, morning, afternoon, bu hissələrdə diqqətli olun. Sonra başqa bu hissəyə aid ümumiyyətlə söz önlərinə aid isə suallar varsa istifadə edə bilərsiniz. Sonra yadda saxlaya bilərik. Hı-hı. Rəqəm gələndə yazdınız yəni 10 gün, nə bilim 4-də. İndi orada 10 işlənəcək, yoxsa 10 deyilsiz də yəqin ki. 10 işlənir. Ayın yanında günü varsa, məsələn, ayın iyunun 5-i, avqustun 9-u 10 istifadə etməliyik. Amma ay təkdirsə, onu inlə istifadə edirik. Hə, bildim, çox. Sonra fəsillərlə in istifadə edirik. In summer, in spring, həmişə in. Sonra nə deyirdim? Bu visit sözü var. Bəzən çaşdırıcı kimi düşür. Visit səyahət etmək, nəyəsə baş çəkmək, ziyarət etmək. Visitdən sonra birbaşa haranı ziyarət ediriksə o gəlir. Burada to demirik. Əgər hərəkət kimi işlədiriksə, məsələn, mən ziyarət edirəm Londonu. I visit London. Amma desək ki, mənim Londona ziyarətim. İsim kimi işlətsək, my visit. Bu zaman to'nu deyirik. My visit to London. Keçən dəfəki qrammatika asan idi. İnanmıram biraz çaşdırıcı düşsün bu dəfə də. Amma yenə də mən ziyarət edirəm desək I visit London. Amma mənim Londona ziyarətim desək my visit to London. Sonra bəzi sözlər var. Özündən sonra heç nə işlətmirik. Enjoy'du məsəl üçün. Zövq almaq və yaxud da help. Kömək etmək. Bunlardan sonra sözə niyə ehtiyac yoxdur? Birbaşa I enjoy music. I help my friend. Birbaşa gələcək. Söz önləri ümumiyyətlə çoxdur. Burada hamısını qeyd eləmək mümkün deyil. Amma ən çox yadda saxlayaq bu hissəni. Başqa yenə nə sual varsa bu hissəyə aid soruşun. Okey, yoxdursa baxaq növbəti. Keçək testi olan hissəyə. Elə bir dənə sözünü bizim neçə dəqiqəmizi aldı. Baxırıq məsələn 3-cü testdə. 3-cüdə sual sözləri ilə bağlıdır və hər iki cümləyə uyğun gələni seçməliyik. Mütləq. Məsəl üçün, birincidə to be verilib.
To be-dən əvvəl istənilən bir sözünə, daha doğrusu sual sözü əslində gələ bilər. Amma ikinci hissədə invited hərəkət verib. Birbaşa hərəkət gəlirsə biz onun qabağında məsələn nə vaxt, harda bunları deyə bilmərik sual cümləsində. Ona görə be olmaz. Where. Where invited işlədə bilmərik. Why invited işlədə bilmərik. Və yaxud da who's invited istifadə edə bilmərik. Okay, test biraz böyüdü mü ekran? İndi yaxşı görünür. Görün. Aha, görünməyəndə deyin, qeyd edin. Deməli, hərəkət olduğuna görə invited sözü, onun qarşısında biz harda, nə vaxt, necə, bunları işlədə bilmərik. Hərəkətdən əvvəl biz ancaq who deyə bilərik, kim, ya da nə deyə bilərik, what. Və yaxud bunun kimi ən çox bunlar işlənir. Who, what. Ona görə də be-ni, se-ni çıxırıq, who'su da çıxırıq. Yerdə qalır what, bir də who. Who-nu canlılarla işlədirik, kim deməkdir. Amma what-u cansızlarla işlədirik. Burada da invite dəvət etməkdir. Dəvəti yəqin ki, canlı bir edər, düzdür? Ona görə götürəcəyik who ikinciyə uyğun gələn. Həmçinin birincidə də yerinə qoysaq uyğun gələcək. Who are you talking about? Kim haqqında danışırsan? Yəni sual sözlərində ən çox canlıdırsa who-la bağlı götürürük, cansızdırsa what, which ola bilər. Sonra dördüncüdə də ona aiddir. Məsəl üçün baxaq dördüncüyə. Dördüncünü sizdən soruşacağam. Məsəl üçün Aylin xanım səsim gəlir. Bəli. Aha, dördüncüdə məsələn necə yazarıq? Sugar-a baxırıq orada. What kind of, bir də how much olmur. Aha, şübhəli dediniz biraz. Testə düşsə nə yazacaqsınız? What kind of, how much, bir də how often. What kind of? Düzdür. Nə cür, nə tip. Ondan sonra isim gəlir. Sayılan isim də gələ bilər, sayılmayan da. Sugar sayılmadığı üçün əgər cümləyə Baş baxanda verdik. belə, aha, ilk baxanda bilmiriksə ki, bu sayılandır, sayılmayandır. Ümumiyyətlə sugar nədir? Baxırıq ki, bu esi yoxdur sonunda. Yəni böyük ehtimalla sayılmayan sözdür. Ona görə how much-ı götürürük, 2, 3-ü götürürük. Amma 4-ü götürmürük. 4-ü niyə götürmürük? Məsələn, Leyla xanım. Often hərəkət bildirir ona görə, yəni Aha. tez-tez mənasında. Yes, yes. Often tez-tezdir. How often olanda da nə qədər tezliklə. Yəni bu zərfin sualıdır. Ondan sonra isim gələ bilməz. Ona görə. What kind of götürdük, how much götürdük. Sayılan olsaydı how many götürərdik. Sonra how often-dır, where-dir. Bunlardan sonra da köməkçi feillər gəlir. Yəni birbaşa isim gələ bilməz Aylin xanım. Yadda qaldı bu? Bəli. Okey. Sonra bu suallara aid başqa məsəl üçün 3-cü, 4-cü sualla bağlı başa düşmə